Oral yolla hər hansı bir cinsi infeksiya ötürülə bilər? Bəli, oral yolla bir sıra cinsi infeksiyalar ötürülə bilər. Bu bakterial da ola bilər, viral da ola bilər və digər parazitar və yaxud da fungal infeksiyalar da ola bilər. Ən çox oral yolla ötürülən cinsi infeksiyalar virus infeksiyalarıdır. Bunlar herpes virusları və HPV-dir, human papilloma virusdur. İkinci olaraq bakterial infeksiyalar isə qonoreya və xlamidiyadır. Bir çox insanlar yanlış olaraq sadəcə qonoreyanın və xlamidiyanın cinsi yolla ötürüldüyünü düşünür. Ancaq oral cinsi əlaqə vasitəsilə də xlamidiya və neyseriya yoluxa bilər və hətta boğaz nahiyəsində də bunlar patogenlik edə bilərlər, nadir hallarda olsalar da belə. Və hətta anal hissələrdən, anal selli qişə də xlamidiya ötürülə bilir. Və bundan başqa ağız və udlaqda uzun müddət çəkən xroniki bir simptomlar varsa, hansı ki bu streptokok mənşəli, yəni boğazımızda ağrı olan, normalda faringidə səbəb olan streptokok bakteriyaları var. Əgər o streptokok bakteriyası inkar edilərsə, ikinci olaraq neyseriya və yaxud da xlamidiya haqqında düşünə bilərik.